nə danışırlar, danışsınlar. Cəmaatın bir çoxunun işi danışmaqdır. Bir dəstə iş görsün, bunlar otursun, iş görənlərə şəbədə qoşsun, vedrə qoşsun, üzr istəyirəm, xalq dili ilə desək. Olmayan sözləri bağlasın, böhtan atsın, şər atsın. Adam da bəzən sarsıla bilir də ki, bu qədər insafsızlıq olmaz. Görürsən ki, böyük adamlar var ki, görürsən biraz sarsılır. Həzrəti Musa Allaha dedi ki, mənim üçün nələr danışırlar. Dedi, sən yaxşısan, mənim qeybətimi səndən çox eləyirlər, Allah dedi. Narahat olma. Bir adam iş görürsə, bir işlə məşğuldursa, onun üçün danışarlar. Əsas nədir? Əsas İmam Rıza dedi ki, narahat olma, mən səndən razıyam ki, düşünlə məşğul ol. Bunların sözləri səni narahat eləməsin. Əli əleyhissalam qəmbərə dedi, Ramazan ayının 20-ci günü idi. Dedi ki, bir gün sənə deyəcəklər ki, Əlidən üz çevir. Neyniyərsən? Dedi, and olsun Allaha, mənə od vursalar, tikə-tikə məni doğrasalar, mən səndən dönmərəm. Qəmbər dedi, qulamı idi Əli əleyhissalama. Dedi, heç vaxt dönmərəm. Baxdı ona, dedi, onda bil ki, mən səndən razıyam. Dedi, Qəmbərin ürəyinə